Qiymət olaraq baxın kiçiklər başlayır 6 manat 50 qəpikdən finişlər. Bunlar da ən çox dəvdə olan. Topdanı 1.70-dir, nəzərinizdə olsun. Qiymət pərakəndə satış qiyməti bir ədədi 9 manat. Bunun isə həcmi 3.85, təxminən 4 litri 28 manat. 4 manatdan başlayır 3 manat 50 qəpiyə 75 milli. Qiymət 8 manat. Pərakəndə alış qiyməti. Salam əzizləyicilər, xoş gördük hər birinizi. Mən Ağacan Ağayev. Bugün sizlər üçün növbəti toptancı mağazadan detallı video çəkib hazırlayırıq. Hava biraz küləklidir. Səsimiz yaxşı düşməyə bilər. Ona görə çox bayırda danışmayacağım. İnşallah qısa tez bir zamanda içəri keçib sizə ətraflı məlumat verəcəm. Qardaşlar, toptancı mağazası burada yuyucu vasitələr, təmizlik vasitələri, gigiyenik vasitələrin topdan satışı, həmçinin də pərakəndə satışı həyata keçirilir. İnşallah içəri keçib ümumi olaraq bir-bir pərakəndə qiymətlər haqqında məlumat verəcəm. Topdan qiymət öyrənmək istəyənlər rahat şəkildə qeyd edəcəyimiz əlaqə nömrələrinə əlaqə saxlayıb rahat şəkildə qiymət öyrənə biləcək. İlkin olaraq mağazanın ünvanı haqqında məlumat verim ki, mağaza yerləşir Abşeron Ticarət Mərkəzinin Abşeron Mall ərazisi, korpus 5, mağaza 7. Həmişəki kimi Meyvəli bazarından Lökbatan istiqamətinə gələndə elə yolun kənarında düz yerləşir ki, rahat şəkildə gəlib çıxa bilərsiniz. Yenə də problem yaranarsa, çətinlik yaranarsa əlaqə nömrələrinə əlaqə saxlayıb məkan konumu da alıb rahat şəkildə asanlıqla gəlib çıxa bilərsiniz. Mağazanın gördüyünüz kimi Avropa istehsalı, Türkiyə istehsalı, Rusiya istehsalı, İndoneziya, Türkmənistan, İran və sair istehsalı yuyucu təmizlik vasitələrinin satışı həyata keçirilir ki, həm topdan, həm də pərakəndə şəkildə əldə eləyə bilərsiniz. Bir üstünlüyü də odur ki, rahat şəkildə qiymətlər vitrinlərdə var. Pərakəndə almaq istəyənlər də rahat şəkildə gəlib marketlərdəki kimi, şəhərdə fəaliyyət göstərən mağazalar kimi buradan da bir-bir mağazalarının səbətlərinə məhsullarını yığıb rahat şəkildə alış-verişini edə biləcəklər. Burada yaxında yaşayanlar Lökbatan, Xocəsən, Yasamal və sair kimi, hansı ki, bu ticarət mərkəzinə yaxın yerləşir. Buradan alış-veriş eləyə bilər. Əlavə olaraq bizi izləyənlər varsa, şəhərin digər tərəfindən Neftçilər, Qaraqarayev, Hövsan və sair kimi ərazilərdən mağazanın ikinci bir filialı da yerləşir. Demək, Vasmoy bazarında, 8-ci kilometr bazarında, ikinci bazarda, orada da elə qardaşlar adı ilə soruşub rahat şəkildə tapıb alış-verişinizi edə bilərsiniz. İndi isə keçirik mağazanın sağ tərəfindən girişdən başlayaraq sizlərlə çeşidləri və bir neçə nümunə olaraq pərakəndə qiymətlər deyəcək. Zaten videodan da üzərindən görmüş olacaqsınız. Bir neçə məhsulunda hansı ki bizdən maraqlanırlar, topdan qiymətlərində qeyd eləyəcək. Ümumi olaraq təsəvvürünüz olsun. Qiymət deməyəndə bir qınayırlar, qiymət deyəndə də bir qınayırlar ki, niyə topdan qiymətlərdə deyirsiniz? Ona görə pərakəndə qiymətlər deyəcək. Topdan qiymətlərin bütün çeşidlərin qiymətlərini öyrənmək istəyənlər, yoxlamaq istəyənlər əlaqə saxlayıb, müraciət edib öyrənə bilərlər. Əgər uyğundursa, rahat şəkildə bu toptancı ilə əməkdaşlıq eləyə bilərsiniz. Çatdırılma məsələsi də regionlara yük maşınlarına vasitəsilə qoyub göndərilir. Bakı və Bakı ətrafı əraziləri də topdan şəkildə alış etdiyiniz zaman göndərilmə imkanı var. Onu da yenə mağaza əməkdaşlarına əlaqə saxlayıb əraziyə görə dəqiqləşdirə bilərsiniz. İndi isə demək başlayırıq sağ tərəfdən. Qeyd etdiyim kimi Avropa istehsalı, Almaniya, digər Avropa ölkələrinin istehsalı olan Fransadır, hətta Yaponiyanın istehsalı olan saç şampunları belə var. Qabuyan vasitələrində istifadə olunan finişdir, feyri çeşidlərdə qabuyanlarıdır. Qiymət olaraq baxın kiçiklər başlayır 6 manat 50 qəpikdən finişlər ta 26 manata qədər olan çeşidlər var. Özünüz müqayisənizi aparıb sərfəli və yaxud da uyğun olub olmadığında rahat şəkildə görə bilərsiniz. Hər tərəfdə gördüyümüz yaygın Head and Shoulder saç şampunlarının kiçik ölçüsü bunlar gedir 300 milliliklər. 300 milliliklərin pərakəndə satış qiyməti 5 manatdır. Topdan qiymət öyrənmək istəyənlər əlaqə saxlayıb netləşdirə bilər. Ən böyük ölçüləri isə 5 manat. 300 millilik, 360 millilikləri 7 manat. Daha böyük həcmli olanlar 7 manat 50 qəpik. Bunlar isə neçə millidir müəllim? 500 milli. 500 millilər isə 7 manat 50 qəpik. Ən sərfəlisi bu düşür. 500 millilər 7 manat 50 qəpiyə Yaponiya istehsalı olan Head and Shoulders çeşidləri. Daha sonra isə 650 millilik həcmdə olan çeşidlər də var yenə. Qiymət olaraq 11 manat. Burada da fərqli tərkiblə olan qiymətlər var. Daha sonra hamının xanımların ən çox sevdiyi Fairy Platinum. Fairy Platinum'un litri yarımlı olan çeşididir. Bizdə mütəmməli olaraq evdə istifadə olunur. Qiymət 8 manat. Pərakəndə alış qiyməti. Digər çeşidlər də var. Yenə burada limonlu olan çeşidləri, daha sonra xırda çeşidləri, hətta çox çeşid var. Ümumi olaraq, nümunə olaraq qiymətlərini göstərəcəyik ki, daha çox sizin də vaxtınızı almayaq. Domestos çeşidləridir, fərqli həcmlərdə 3 manat 50 qəpikdən 3 manatdan başlayır. Ən kiçikləri üzü yuxarı qiymət dəyişir. Daha sonra Clear şampunlarda yenə ən yaygın məşhur olan şampun çeşidlərindən Elidor şampunlardır. 5 manat 50 qəpikdir. Clear Elidorlar başlayır. Bunlar da 5 manatdan. Daha sonra ipəklərdir. Bunların adını
markasını bilmirəm. Pantene çeşidlərdən bunlar da yenə 5 manat, 5 manat 50 qəpik fərqli çeşidləri var. Gigiyenik bez pedlərdir ki, burada da yenə fərqli markalarda olan çeşidlər var. Topdan qiymət 1 manat 50 qəpikdir. Digəri isə 1 manat 70 qəpikdir. Bu mol pedlər 1 manat 70 qəpik, Predolar isə 1 manat 50 qəpik. Stok olaraq, say olaraq istədiyiniz qədər, yəni sifariş edib rahat şəkildə alışını edə bilərsiniz. Daha sonra da maye sabunlardır. Pərakəndə qiyməti 2 manat, Rusiya istehsalı olan, həcmi 500 milli, gördüyünüz kimi 6-7 təxminən çeşidi var. Sabun çeşidlərinin bir qismini burada göstərim sizə. Sabun çeşidlərinin həm marka, bildiyiniz məşhur yenə də marketlərdə, Protexlərdə, Sevqatlarda, Davlardır, həmçinin də digər İndoneziya istehsalı olan larklardır, Rusiya istehsalı olan 72%lərdir və sair kimi çeşidlər var. Sabun çeşidlərdir ki, yenə də fərqli qiymətlərdə təklif olunur. Minimum 50 qəpikdən başlayır. Üz yuxarı dəyişir. 70 qəpiyə, 80 qəpiyə var. Bunlar paçkanla alışda, tək alışda da keçərlidir də bu. Hətta 30 qəpiyə. 30 qəpiyə olan çeşidlər də var. İndi irəlidədir. İrəlidə inşallah göstərəcəm. Bunlar paçkanla da qeyd olunan qiymət 80 qəpiyə, yoxsa bir ədəd də ola bilər? Ədəd də ola bilər, paçka da ola bilər. Ədədi. Ədədi 80 qəpikdir. Topdan aldıqda, toplu sayda olanda qiymət aşağı düşür. Bunlar qiyməti biraz da daha aşağı olacaq yəqin ki. Bunlar da 80. Bu da 80, bu da 80. Bu böyüdü axı. Qoy getsin. Hədi. Bu yaxşıdır. Hə, bu durunun. Daha sonra Dektarnoye saçı tökülənlər üçün bir aralar mən də bundan yuyurdum, amma heç bir xeyir olmadı. Daha sonra yumşaldıcı çeşidlərdir. Yenə də burada Özbəkistan istehsalı, Türkiyə istehsalı, şallar Özbəkistanda yox. Daha sonra yumoşlar da Türkiyə istehsalı. 6 manat 50 qəpikdən başlayır. Fərqli 7, 6 manat olan çeşidlər də var. 5 manata da qiymətləri zaten özünüz görürsünüz. Arxa kadrda da maksimum göstərməyə çalışacağam. Daha sonra uşaq şampunlarıdır. Yenə də burada şəsçi, nyanyadır, baby şampun, smile, moy malışa. Sonra bir də dalin filan var. Dalinlərdir və s. digər tərəflərdə inşallah onlar da sizlərə göstərəcək. Durunun yenə şampun çeşidləridir, bədən gellərdir, 3 manat 50 qəpiyə, duş gelləridir. Hobilin 2 manat 30 qəpikdən başlayır. Özünüz müqayisə etsin, qiymət olaraq deyirəm. Saç şampunlardır. Baxın belə Restorex 3 manat 50 qəpiyə və s. Həddən çox burada da bəylər üçün də Nivea'nın fərqli çeşidləri var. 850, 550 və s. Sabun çeşidlərini dedik. Daha sonra paralel şəkildə gedək. Aşağıda da maye paraşoklar, yüzey təmizləyici, Mutlu Yuvam, Bingo'nun belə Mutlu Yuvam maye şampun gedir. Maye yuyucu gedir də, düzdürmü? Daha sonra burada yenə döşəmələr üçün olan Bingo'nun təmizləyiciləri var. Ətirli. Bunlar hamısı pol üçün olan çeşidlərdir. Döşəmə üçün olan çeşidlərdir. Burada iri həcmli yenə sabun, maye sabunlarıdır. Domestus'un daha iri həcmli olan burada çeşidlər var. Qiymət 8 manatdır. 3.2 litr. O da nəzərinizə çatdıraq ki, qeyd etdiyimiz mallar hamısı orijinal. Birəbir bildiyiniz, yəni set marketlərdə satılan məhsullardır ki, bəzən ola bilir ki, izləyicilərdən suallar yaranır. Biz orijinal nəsə paylaşanda bu ticarət mərkəzlərindən biraz şübhəli qalırlar, amma tam orijinallığına zəmanət verilir. Arxayınlığına gəlib alış eləyə bilərsiniz. Daha sonra irəlidə paraşok çeşidləri də onu göstərəcək. Saç boyaları ilə də bağlı çox bizdən arabir xanımlar soruşublar. Bunlarda da fərq. Bunların da topdan satışı var, düzdürmü? Burada da yenə paletdir, Garnierdir, Siyah Color, fərqli 3-4 fərqli boyaların da çeşidlərini buradan əldə eləyə bilərsiniz. Daha sonra Alefran son vaxtlar 72%. Bunlar da ən çox dəvdə olan. Bunların qiyməti neçədir pərakəndə? Topdanı 1.70-dir, nəzərinizdə olsun. Pərakəndə 2 manat. Bir neçəsini topdan qiymətində qeyd edəcəm. Özbəkistan istehsalı Olivia sabunları 80 qəpikdir. Daha sonra digər maye sabunları burada da fərqli 15-ə yaxın fərqli çeşidləri var. Əl sabunları da həmçinin burada da fərqli çeşidləri yenə də var. Daha sonra hava təravətləndirici çeşidlərdir. Pərakəndə 1 manat 50 qəpik, 2 manat 50 qəpik, 2 manata olan fərqli marka çeşidlərini görmüş olsunuz. Otaq təravətləndiriicilərdir, fərqli qiymətlərdir. 4 manatdan başlayır, 6 manata kimi fərqli çeşidləri var. Sağ tərəfdə paraşok çeşidlərdir. Bildiyimiz yenə də orijinal Persildir, Ariel'dir, Omo'dur, Bingo'dur, ABC-dir və s. kimi markalar var. Nümunə olaraq yəqin ki, Ariel ifadəçiləri daha çox üstünlük təşkil edir. Bunların qiymətlərini deyək. 1 kilodan başlayaraq deyək, 1 kilosu neçədir? Kilo yarımı 6 manat. Kilo yarımlığı 6 manatdır. Sonra ondan yuxarı hansı gəlir? Sonra var 5 kilo 16 manat. 5 kiloluğu 16 manata pərakəndə satış qiymətləri, düzdürmü? Rusiyanın Arieli. Sonra ondan böyüyü var. Ondan böyük 10 kiloluq var. 10 kiloluq var, Türkiyəndə 25 manat. 10 kiloluq Türkiyə istehsalı Ariel 25 manat. Pərakəndə satış qiymətlərini deyirik. Topdan isə daha fərqli olacaq bildiyiniz kimi.
Məsəl üçün persili də deyək, persil də məsələn biz daha çox istifadə olunur. 7 kiloqramlıq persil 16 manat. Pərakəndə satış. pərakəndə satış qiyməti 16 manat. Bunların 9-10'luğu da olur da əsən. 10 kiloluq isə 23 manatdır bunlar. Bunlar universaldır. Universal rəngli paltarlara gedir. Həm rəngli, həm ağ. Bu da Türkiyə. Türkiyə istehsallı persil qiymət 9 kiloqramı 19 manat. Daha sonra belə daha aşağı qiymət çeşidlərində peros bildiyim qədər biraz daha uyğun qiymətə gəlir. 16 manat 10 kiloqramı. Sonra ABC çeşidləri var, 9 kiloqramlığı çeşidləri var. Burada da yenə qızıl gül ətirli, nə bilim, dağ havalı ətirli olan qiymətləri var. Omoların çeşidləri var. 10 kiloluğun qiymətini deyə bilirik. Omonun 10 kiloqramlıq çeşidi 15. Qeyd etdiyimiz hamısı avtomat və rəngli paltarlar üçündür, düzdürmü? Daha sonra 10 kiloluq persil. Bu 23 də. Bu 10 kiloluq persilimiz bir öncəki 23 manat. Rəngli paltar bu ağ paltarlar üçün nəzərdə tutulub. Daha sonra sağ tərəfdə də həcmli yenə də paraşok çeşidlərini görmüş olursunuz. Daha sonra diş pastalar çeşidləridir ki, Colgate-in Oral-B, Splat və s. kimi modellər var. Splatların 100 millilikləri 3 manat 50 qəpik pərakəndə satış qiyməti. Daha sonra 2 manat 50 qəpiyə 80 qramlıqlarıdır. Daha sonra Colgate-lərdən göstərək 3 manat 50 qəpiyə 35 millilik. Otaq, ofislərdə, şirkətlərdə, otaqlarda, nə bilim, restoranlarda, kofe shoplarda belə avtomat həmin aparata qoşmaq üçün, aparat üçün olan spreylər, bunlar da buradan əldə edə bilərsiniz. Qiymət amma üzərində yox idi. Qiymət 2 manat pərakəndəsə. 3 manat 50 qəpiyə Qrasın burada azelit yağ çözücüləri var. Slickbanglərdir, porçözlərdir, cifləridir, cam təmizləyicilərdir. Fərqli burada da gördüyünüz kimi çeşidlər var. Çox çeşid olduğuna görə çox bir dərinliyinə getmək istəmirik. Vaniş çeşidləri yenə xanımların ən çox istifadə etdiyi vaniş çeşidlərdir. Rusiya istehsalı olan çeşidlərdir. Kiçik həcmlər gördüyünüz kimi 4 manat, böyük bunlar 6 manat 50 qəpik, lap böyüklər isə 16 manatdır. Litrajını da deyik 2.7 litr. Daha sonra persilin yenə maye paltar yuma vasitələridir. 17 manata ən böyüyü. 3.750-17 manatdır. Bunlar da fərqli yenə çeşidlərdir. Arielin də qoyduya 28 manata rəngli paltarlar üçün maye. Bunun isə həcmi 3.85, təxminən 4 litri 28 manat. Arko çeşidləridir, bəylər üçün tıraş köpükləridir. Daha sonra burada bəyaqları göstərmişdik. Nəyimiz var əlavə olaraq? Topdan pərakəndə. Pərakəndəsi 1 manata boru açan Krotun turbo kanalizasiyaları üçün. Daha sonra sabunların gördüyünüz kimi qutularla istədiyiniz sayda var. Yerli istehsallar var, 50-60 qəpikdən başlayır. Ruslar isə Rus istehsalları 1 manata. Burada da Birgisin İran istehsalı yuzu vasitələrində yenə satışı var. Topdan və pərakəndə əldə edə bilərsiniz. İstir Domestos olsun, pirillərdir, ziflərdir, aktivlərdir və s. Həmçində burada sabun çeşidləri var. 5'liləri 1 manatdır. Biri 33 qəpiyə düşür. 6 dənəsi 2 manat. Fərqli çeşidlər də var. Aşağıda da onların demək nələrdir bunlar? Əl sabunlardır bunlar. Daha sonra başlayırıq buradan digər çeşidlər. Nəmli salfet çeşidləri. Nəmli salfet çeşidləri də qiymət olaraq ən ucuzu hansı sayılır? 120 min dənəli ən ucuzu pərakəndə qiyməti 1 manatdan başlayır. Əlimdə tutduğumuz bu. Ponisoft isə 1 manat 50 qəpikdir. Məşhur tanınmış hansılardır? Hobilər 150-dir, 120 dənəlidir. Nümunə olaraq göstərmək istəyirəm ki, fərqi göstərə bilər. 2 manatdır bu lodilər. 120 ədədli pərakəndə satış qiyməti 1 manat. Topdan alış zamanı daha aşağı olacaq. Saydakı var, istədiyiniz sayda da əldə edə bilərsiniz. Daha sonra sliplərin mopları var. Digər salfet çeşidləri də var. Digər salfet çeşidləri də irəlidə var. Zəncirlər qoymuna görə vardır. Sliplərin yenə də fərqli çeşidləri var. Döşəmək üçün olan çeşidləri, sonra səthlər üçün stol üstü və s. kimi şüşə silmək üçün olan çeşidləri. Daha sonra Fairy'nin salfet çeşidləridir. Moplar 7.50-dir, 5 manatdır, 5 manatdır. Yenə də hər birinin üzərində var. 4 manata sliplərin digər yüzey üçün olan çeşidləri var. Yuxarıda gigiyenik pedlərin fərqli çeşidləri var. Yenə də üzərində hər birinin qiyməti qeyd olunub. Daha sonra hamam, ayaq yolu üçün olan, visilər üçün olan salfet çeşidləri. Bunlar da sayına görə təbii olaraq dəyişəcək. Bunlar neçəlikdir? 10 manat olanlar. Bunlar mətbəx üçün olan. 10 manata mətbəx üçün olan. Bunlar amma 12 manata Sodex'in 32 ədədli visi salfeti qiymət 12 manatdır. Daha aşağı qiymətə 11 manata beləsi var. Bunlar ən maksimum 32'lik olur da, düzdürmü?
ən yuxarı sayı olan çeşidlərdir. Daha sonra aşağı çeşidlərdə olan 4-lü, 5-li, yenə də fərqli çeşidlər də var. Qiymətini öyrənmək istəyən rahat şəkildə gəlib pərakəndə almaq istəyənlər də uyğun qiymətlərlə alış-veriş eləyə bilər. Daha sonra əl salfetləridir, yenə də fərqli-fərqli. Qiymət olaraq 1 manat 50 qəpikdən başlayır. Neçə ədədli? 210 ədəd. 500 ədədli belə 2 manat var. Biraz daha xırda ölçü iləndir. Mən alıram həmişə 2 manata 400-dən 50 olur. Deyə bunlar hansı? Yox, Selux'dur. Belə buna oxşayır qabı. Eyni qaydada fərqli yenə 2 manata olan, rüsumkalı olan çeşidlər də var. Bu tərəfdə bezlərdir. Yenə mikrofiber mətbəx bezlərdir. Fərqli ikili, üçlü, beşli olan çeşidləri var. Daha sonra burada aparatlar üçün, stol üstü restoranlar üçün və s. üçün olan dispenser çeşidləri var. Bunların həm ayaq yolu visi üçün olan, baxın belə qurulama, həmçinin xırda çeşidlər də var. Aparatlara görə fərqlənir. Qiymət 1 manat 40 qəpik, 1 manat olan çeşidi var, 80 qəpik olan çeşidi var. Daha sonra isə buradan isə başlayır digər çeşid xırdavat məhsullardır ki, inşallah onu da sizlərə göstərəcəyik. Videonun ikinci hissəsində kanalımıza abunə olun. Videonu bəyənin ki, mütəmadi olaraq videolarımız sizinlə qarşı çıxsın. İndi isə keçək digər hissəyə. Gördüyünüz bu addelimizdə isə bir sıra xırdavata aid olan məhsul çeşidlərdir ki, bir qism təsərrüfat mallarıdır, qulaq çöpləridir, qutu salfetlərdir, təmizli bezlərdir, mikrofiber bezlər çeşidlərdir, skot çeşidləridir, yandıran çeşidləridir, bir neçə çeşid batareyalardır, diş çöpləridir, faliqalardır, yağlı kağızlardır. Daha sonra monopakın bunu da soruşurlar, əlcəklərdir, unlu, nə deyirlər ona, pudralı və pudrasız olan çeşidlərdir. Burada zibil torbalarıdır, daha sonra mazlar var, burada da fərqli çeşidlər var, yenə mağazalarda mütəmadi satılan. Bu tərəfdə də isə yenə fərqli təmizləyici vasitələrin stok olaraq burada da qeyd ediblər, netlərdir. Daha sonra belə burada Hobelin şampunları var. Bir dəfəlik ayaqqabı üçün baxıl çeşidləridir. Daha sonra gəl gəzək görək burada nə var fərqli. Dalinlərin bəyaqları göstərmişdik. Şampun çeşidləri. Sliplərin digər fərqli yenə burada stok olaraq yığılıb. Alma yerdi belə. Daha sonra burada fərqli nəyimiz var? İpək. Daha sonra lap sadə, ən prostoy belə kağızlar da istifadə olunan varsa, salfetlər, tualet bezləri, diş şotkalardır. Bunların orada daha çox çeşidi var, orada onu göstərərəm. Daha sonra Domestos çeşidlərinin yenə burada stok formasında yığılıb. Salfet çeşidləridir. Fərqli sayla şəkildə. Öncə qeyd etdiyim burada da baxın, qubqa çeşidlərinin fərqli bir 10 fərqli çeşidləri var. Biraz daha sərt, yumuşaq və s. Nisbətən yumuşaq olan çeşidləri, həcminə görə kiçik, böyük çeşidləri var. Daha sonra antiperspirant çeşidləridir. Gördüyünüz kimi burada da yenə bir 10 fərqli çeşidlər var. Qiymət olaraq pərakəndə qiyməti sadələr başlayır 2 manatdan. Bunlar relaxlar 2 manatdır. Relax time'lar 2 manatdır. Daha sonra bunlar 2 manat 50 qəpikdir. Relax time'ın fərqli çeşidləri. Akslar 3 manat 50 qəpik, Rexonalar 3 manat 50 qəpik. Pərakəndə satış qiymətləridir. Topdan qiymətlər də aşağı olacaq. Daha sonra burada bunun adı nədir? Soda 7. Pemolux. Pemolux çeşidlərində qiyməti soruşmadıq. Daha sonra Lodi və digər uşaq bezləri çeşidləri var. Bildiyiniz kimi adları nə dedi bəyə? Predodur, Lexi Baby'dir, Predodur, Pampers'in özüdür. Fərqli çeşidlərdə yenə də topdan həm də pərakəndə əldə eləyə biləcəksiniz. Daha sonra isə son olaraq son dəbdə olan, trenddə olan həmən paltar kapsullarıdır ki, bunlar da yenə burada bir fərqli marka olan çeşidlərində satışı var. Burada da yenə həm yumşaldıcısı, həm yuğucusu, həmsi içərisində bir yerdə təqdim olunur. Bunlar da demək bir kapsul 3-4 kiloya gedir. 61 ədədi var. Qiymət, pərakəndə satış qiyməti bir ədədi 9 manat. Yəni də bu kimi məhsullardan istifadə edirsinizsə və yaxud da satışını həyata keçirirsinizsə, bu toptancı mağazalarına rahat şəkildə əldə edə bilərsiniz. Stok olaraq da gördüyünüz kimi həm burada mağazada olan ambar hissəsində də xeyli sayda stok var.
Həmçinin də digər qeyd etdiyimiz kimi 8-ci kilometr bazarında da orada da həm ambar, həm də mağaza fəaliyyəti var ki, rahat şəkildə həm bu ünvandan, həm də 8-ci kilometr ünvandan hansısa rahatsa həmin ünvanlardan qeyd etdiyimiz kimi alış-veriş edə bilərsiniz. Topdan qiymətləri öyrənmək istəyənlər qeyd edilən əlaqə nömrələrini əlaqə saxlayıb öyrənə bilər. Bu qədər dostlar, kimlər ki bizdən istəyirdi, Avropa, Türkiyə, Rusiya istehsalı yolcu vasitələr toplantısı, bu toplantısı mağaza ilə rahat şəkildə siz də əməkdaşlıq eləyə bilərsiniz. Videonu bəyənin, abunə olun kanalımıza ki, mütəmadi şəkildə digər videolarımız da sizin qarşınıza çıxsın. Bu videonu isə ətrafınızda mağaza, təmizlik işi, təmizlik şirkəti görən varsa, təmizlik mağazası olan varsa, təchizat işi görən varsa, bu videonu da həmin şəxslərlə paylaşın ki, bunlarla da əməkdaşlıq edə bilsinlər. Yaxın günlərdə köçürmə ilə də inşallah alış etmək imkanı olacaq. Kimlər ki, ofis təchizatı işi ilə məşğuldur, təchizat şirkəti var və yaxud da şəhərdə şirkəti üçün bu kimi məhsulların alışını edir, köçürmək lazımdırsa, inşallah yaxın günlərdə bu mağazada da köçürmə məsələsi də inşallah tam həll olacaq, rahat şəkildə gəlib alışını edə bilərsiniz. Bu qədər dostlar, izlədiyiniz üçün təşəkkürlər.